Prostat vəz böyüyəndə hansı problemlər yaranır? Yaş 40-45 olduqdan sonra prostat vəz böyüməsi sürətlənir və vəzin ölçüləri normanı keçəndən sonra prostat vəzin yaradacağı şikayətlər başlayır. Nəzərə alsaq ki, prostat vəz içərisindən sidik kanalı keçən bir vəzdir. Vəzin böyüməsi sidik kanalına doğru deyil, bayıra doğru olarsa, sidik kanalını tutmaz və sidiyə getməklə əlaqəli heç bir problem ortaya çıxmaz. Amma əgər prostat bayıra deyil, sidik kanalına doğru böyüyərsə, əvvəllər geniş sidik kanalından rahatlıqla sidik boşalda bilən kişilər artıq dar bir sidik kanalından sidiyi boşaltmaq məcburiyyətində qalırlar. Bunun nəticəsində isə sidiyə getməklə əlaqəli çətinliklər meydana çıxır. Yəni əvvəllər böyük bir kanaldan sidik rahatlıqla boşaldılırdısa, artıq dar kanaldan keçməyə çalışır. Nəticə olaraq sidiyə getmək üçün daha çox zamana ehtiyac olur. Prostat vəzin yaratdığı darlığı aşmaq üçün sidik hissəsi daha çox yığılmalı olur və sidiyə gedərkən gücənmək gərəkir. Sidik kanalı daraldığı üçün təzyiq də düşür. Yəni sidiyə gedərkən sidik şırnağı əvvəllər olduğu kimi uzağa çatmır. Prostatın sidik kanalını daha da daraltması halında şəxs əvvəl damcı-damcı sidiyə getmək, sonra isə sidiyə gedə bilməməklə üzləşir. Sidik hissəsi balon kimi şişir, nəticədə şiddətli ağrı, narahatlıq olur və sidik kateteri taxılmasına mütləq ehtiyac duyulur. Hazırladı Rauf Kazımov, həkim, uroloq.